Daha məhsuldar olmaq istəyirsiniz? Gəlin, bunu bacarmaq üçün effektiv bir sistemə birlikdə nəzər salaq. İşlərin çoxluğundan başınızı qaşımağa vaxt tapmırsınız, problem vaxtda deyil, düzgün sistemin olmamasındadır. Həll yolu 3 sadə addımdır. Çeşidlə, fokuslan və icra et. Gəlin, bu süzgəcin işləmə prinsipinə baxaq. İlk addım, çeşidləmə. Bütün işləri qaydasına salmaq üçün Eisenhower matrisindən istifadə edəcəyik. Bu sistemi ABŞ prezidenti Eisenhower yaradıb. O, nəyi dərhal etməli olduğunu məhz belə müəyyənləşdirirdi. Baxın, bu 4 xana qərar verməyi çox asanlaşdırır. Hər tapşırıq öz yerini tapır. Ya et, ya planla, ya da sil. Məsələn, müdirin təcili tapşırığı birbaşa indi et xanasına gedir. Bəs lazımsız iclaslar, onları sil xanasına göndərin getsin. Artıq işləri çeşidlədik. İndi isə əsl nəticə verəcək işləri tapmaq vaxtıdır. Burada bizə 80-20 qaydası, yəni məşhur Pareto prinsipi kömək edəcək. Təsəvvür edin, səylərinizin cəmi 20%-i bütün nəticələrinizin 80%-ni verir. Bu, heyrətamizdir, elə deyil? Məqsəd, nəticənin 80%-ni verən o 20%lik tapşırığı tapmaqdır. Gəlin, həmin xəzinəni axtaraq. Əla, ən vacib işi tapdıq. Bəs diqqətimiz yayılmadan onu necə tamamlayaq? Cavab çox sadədir və adını məhz bu pomidor formalı mətbəx taymerindən götürüb. Pomodoro texnikası. Bu texnikanı bir tələbə öz diqqət dağınıqlığı problemini həll etmək üçün yaradıb, yəqin ki, sizə də tanış gəlir. Sadəcə 25 dəqiqə işləyib, 5 dəqiqə dincəlirsiniz. Bunun üçün adi bir telefon taymeri də kifayətdir. Baxın, bu 3 alət ayrı-ayrılıqda yox, birlikdə mükəmməl bir sistem, bir süzgəc yaradır. Deməli, matrislə çeşidləyirik, Pareto ilə ən vacibini tapırıq və Pomodoro ilə də bitiririk. Bu qədər sadə. Unutmayın, əsas məsələ bilmək yox, tətbiq etməkdir. Bəs siz bugün hansından başlayacaqsınız? Bizimlə olduğunuz üçün sağ olun.